Aydın. Onda elə sərhədləri bağlayaq və Onsuz da bağlamışıq da. o sərhədləri də bağlamışıq və bu günləri təzə deyir, əslində köhnə məlumatdır. Sərhədləri bağladığımıza görə Türkiyədən Azərbaycana gəlmək istəyən adam oradan Tbilisiyə 54 dollara gəlir, 91 manata gəlir. Amma Tbilisidən Bakıya isə 340 manata gəlmək məcburiyyətində qalır. Və bu sərhədlərin bağlanması qədər heç bir izahı olmayan, heç bir inandırıcı izahı olmayan bir şey yoxdur. Elə bil ki, Azərbaycan hakimiyyəti gözləyirdi, məqam gözləyirdi ki, dünyada hər hansı bir hadisə baş versin, o da bütün əlaqələri, sərhədləri bağlasın. Əgər sərhəd bağlanıbsa, niyə ticarət əlaqələri kəsilməyib? Niyə məhsullar deyək ki, o sərhəd zonalardan keçir? İnsanlar keçmir, amma məhsullar keçir, ticarət davam eləyir. Nəyə görə? Çünki ona görə ki, bananın qiyməti indi gəlsin 3 manat 50 qəpiyə qalxsın. Nəyə görədir bu? Monopoliya, hamısı hesablanıb monopoliyaya. Monopolistlərə hesablanıb ki, Azərbaycan xalqını incitmək üçün ən yaxşı yollardan biri sərhədləri bağlamaqdır. Azərbaycana heç bir insan, heç bir şey gətirə bilməsin və onlar da istədikləri malları istədiyi qiymətdə də sata bilsinlər. Məhz buna xidmət eləyir. Ona görə də Azərbaycan hökuməti güya bütün dünyanın əlaqələri kəssin onda. Kəssin, heç bir ticarət əlaqəsi eləməsin və daxildə özümüz yeyək, özümüz içək, özümüz gülək, özümüz oynayaq. Azərbaycan hakimiyyəti bunu istəyirmi? Dünya buna mı hesablanıb? Qafqaz yazır, 1000-dən çox siyasi məhbusu olana Avropa əl çalmalıdır. Amma Qafqaz bəy məncə bir qədər də artırıb sayı. Hər halda bu ölkədə 1000-dən çox siyasi məhbusun mən olduğuna inanmıram təbii ki. Bildiyimə görə müxalifət daha çox 300-dən artıq yəni bir siyasi məhbusun olduğunu iddia edir. Yəni əgər səhv etmirəmsə, yəni yanılmıramsa. Yəni bizim məlumatımız da 300-350 civarındadır. Deməli, neftin qiyməti düşür, manatın taleyi ilə bağlı narahatlıq var. Dükan bazarda qiymətlərdən yəqin ki, siz də xəbərdarsınız, yəni gündəlik, yəni hansı ki, şəhərdə, bazarda olan adamlar hər kəs xəbərdardır. Hökumətimiz yəni bu baş verənlərə adekvat reaksiya verirmi sizdə Gülağa bəy? Heç bir reaksiya yoxdur. Heç sözdən başqa heç nə yoxdur. Bu ölkədə belə bir sistem yaradıblar. Məsələn, yanvar ayında pensiyalar artır. Yanvar ayında pensiyanın artması bu İlham Əliyevin xalqa xidməti deyil. Bu qanundur. Pensiyalar haqqında qanunun şərtidir və ona əməl eləmək də onların borcudur. Və hər il yanvar ayında pensiyalar artır. Pensiyalar artan günün deyək ki, onu almamışdan təzədən bütün hakimiyyət orqanları tabiliyində olan mətbuat orqanlarında məlumatlar gedir. Gələn pensiyalar artacaq. Nə vaxt? Gələn il. Pensiyalar artacaq. Nə vaxt? İlham Əliyev baş nazirə bu haqda göstəriş verib. Sonra 3 aydan sonra deyirlər bu göstərişin vaxtı bitdi. Göstərişin vaxtı bitəndən sonra pensiyanın artmasında söhbət yoxdur. Yenə də təbliğat ona gedir ki, gələn il yenə də pensiyalar artacaq. Pensiyalar artacaq deyə qiymətlər o qədər artır ki, bilmirəm, mən evimin yanında Araz Market var və mən oradan məhsul alıram və hər gün orada məhsulun qiymətlərinin artması, hətta orada işləyən adamlar belə etiraf edirlər ki, biz çatdıra bilmirik qiymətləri dəyişib o adları ora qoymağa, çatdıra bilmirik. O qədər sürətlə dəyişir. Çörəyi dəyişməyəcək deyən bu hakimiyyətin həmən çörəyi indi 65 qəpiyə, bəzi yerdə isə 75 qəpiyə oldu. Bu da faktdır. Amma hakimiyyət xalqı fikirləşmir. Hakimiyyəti, bu Azərbaycan hakimiyyəti bu xalq düşündürmür. Düşündürsə belə eləməz. Məcburi köçkünləri öz torpaqlarına qaytarmaq söhbəti, qayıdış proqramı var. Güya qayıdış proqramına görə 2006-cı ilin sonuna qədər 40 mindən artıq adam köçməlidir. Nə qədər? 20 böyük qəsəbə yaradılmalıdır. Neçəsi yaradılıb indiyə qədər? 6'sı yaradılıb və köçənlərin sayı da 10 mindən çox deyil.
Orada 30 bin adam işləyir deyirlər, o var deyirlər, onlar orada çalışan fəhlələr, işçilər və oranın əhalisi deyil. Amma məcburi köçkünlərə əgər biz Müsavat Partiyası ilk gündən bir proqram vermiş, təklif vermişdi ki, məcburi köçkünlərə kredit verməklə onları öz torpaqlarına qaytarmaq və öz deyək ki, torpaqlarını abadlaşdırmaq imkanı yaratmaq olar. Vermirlər, vəsait vermirlər, torpaq vermirlər, hətta o tikilən, yeni yaradılan kəndlərə, köçənlərə belə torpaq sahəsi vermirlər, heyvandarlıqla məşğul olmağa imkan vermirlər və o insanlar orada nə yeyəcəklər, nə içəcəklər? Kəndçi əgər kənddə torpaqla məşğul olmayacaqsa, nə ilə qazanacaq? Hansı orada dövlət, belə deyək ki, müəssisəsi var ki, ora köçənlər orada işləyəcəklər? Astana şəhərinin 800 min əhalisi var. 800 min əhali yaşanması üçün Astanaya əvvəl 1 milyard dollar vəsait ayrılmışdı. Sonra indi o vəsaitin həcmi yavaş-yavaş artıb, orada institutlar yaradılıb filan. Amma Azərbaycanda verilən məlumata görə artıq 32 milyard manat vəsait xərclənib. 32 milyard manat vəsait xərclənib, amma ortaya çıxan... Qarabağda deyirsiniz. Qarabağda, bəli. Və orada yaradılan və köçürülən insanların sayı nə qədərdir? Əgər 2026-cı ilin sonuna qədər ora 40 min əhali köçürülməsi nəzərdə tutulursa və hələ də 10 min əhali ancaq köçürülübsə, qalan 30 min əhali nə vaxt ora köçürüləcək? Nə vaxt onlar üçün şərait yaradılacaq? Və bir də insanların yaşaması üçün təkcə mənzil kifayət deyil. İnsanların iş yeri olmalıdır. İnsanların yaşayış imkanları olmalıdır. Gəlirləri olmalıdır. Və əgər bunlar yoxdursa və torpaqda onlara özlərinin torpağını belə, ata-baba torpağını belə istifadə üçün verilmirsə, insanlar ora niyə köçməlidir, niyə getməlidir? Niyə insanlar orada gedib ac-acı qalmalıdır və yaxud da ki, gedib oradan da sonra gelib Bakıya qayıtmalıdır? Niyə? Siz dediniz, hakimiyyət xalqı düşünmür. Xalqı düşünmürsə, bəs kimi və ya nəyi düşünür? Öz ciblərini və ölkədə 10% hakimiyyət və hakimiyyətə sadiq olan, hakimiyyətə yaltaqlanmağı bacaran, onların hər sözünə ləbbeyh deyən, bütün qeyri-qanuni onların tələblərini yerinə yetirən insanlar var, monopolistlər var. Hakimiyyət onları fikirləşir. Çünki fikirləşir ki, bunların vəsaiti var və bədayaqda bunlar məni qoruyacaqlar. Fikirləşmir məni xalq müdafiə eləyəcək. Yanlışdır. Müharibə vaxtı hakimiyyət gördü ki, bu hakimiyyəti, bu xalqı, bu dövləti qoruyan sadə Azərbaycan xalqıdır. Həmən o məmur övladlarından, həmən o monopolist övladlarından bir şəhid olan olmadı. Bir villadan şəhid çıxmadı. Şəhidlər ancaq daxmalardan çıxdı, kasıb çomalarından çıxdı. Hakimiyyət bunu unudub. Unutmamalıdır. Unutmamalıdır ki, bu dövlət, bu xalqın çiynində dövlət olub. Bu xalqın çiynində qələbə qazanıb. Bu xalqın övladları ilə, şəhidləri ilə, qaziləri ilə, döyüşçiləri ilə qələbə qazanıb ki, onların içərisində hakimiyyətin başını sığalladığı məmurların, başını sığalladığı nazirlərin, icra nümayəndələrinin övladları yoxdur. Yəni deyirsiniz, o baha maşınlarda gəzən, xüsusən də həftə sonları kafe, restoranları dolduran yalnız həmin 10%-dir. Təbii. Kasıbın orada nə işi var? Kasıb ora nə ilə gedə bilər? 400 manat minimum əmək haqqı alan 1 milyon 200 min insan var. Bir o qədər də pensiyası var. Onlar restorana gedə bilərlərmi? Mümkündürmü onların restorana getməsi? Təbii ki, o restoranlarda çal-çağır eləyən, çal-çağıra qoşulan insanlar hamısı məmur övladlarıdır. Hamısı monopolistin övladlarıdır və monopolistlərin böyründə belə deyək ki, tör-töküntüyə hazır olan insanlardır. Yoxsa kasıbın hansı imkanı var ki, geçsin restoranda əyləşsin, restoranda yemək yesin. Elə insanlar var ki, aylarla evində ət pişmir.
Hakimiyyət onu fikirləşsəydi, xalqı əmək haqqını və işlə təmin eləyərdi, yüksək əmək haqqı ilə təmin eləyərdi. Elə deyirlər ki, bizim varımız var, dövlətimiz var, 52 milyar dollar ehtiyatımız var və xalq